Heç düşündünüzmü, fevral niyə qısadır? Təqvimə diqqətlə baxın, orada bəzi uyğunsuzluqları görəcəksiniz. Fevral ən qısa aydır, halbuki nə ilkdir, nə də son. Sentyabr 7 deməkdir, amma 9-cu ayı təmsil edir. Oktyabr 8-dir, amma 10-cudur. Noyabr 9-dur, amma 11-cidir. Dekabr 10 deməkdir, amma 12-ci ayı təmsil edir. Deməli, bir yerdə zaman yerindən oynadılıb. Sual isə budur. Nə vaxt və niyə? Bunun cavabını tapmaq üçün təqvimlərin tarixinə baxmaq lazımdır. Biz bilirik ki, qədim zamanlardan Şumerlər ay təqvimi hazırlamışdılar. Misirlilər isə günəşin hərəkət istiqamətini izləyib günəş təqvimi hazırlamışdılar. Amma bizim hazırda istifadə etdiyimiz təqvim 16-cı əsrdə yaşamış Roma papası Qriqori tərəfindən islahat olunmuş Qriqoryan təqvimidir. Ondan daha öncə isə eradan əvvəl 1-ci əsrdə Yuli Sezarın hazırlatdırdığı Yulian təqvimi idi. Ondan da öncə Romanın yaradıcısı olan Romulun hazırlatdırdığı Romulus təqvimindən istifadə olunurdu. Bəs niyə bu təqvimlərdə bu qədər islahat olundu? Bu təqvimlərin nəyi yanlış idi? Gəlin bunun cavabını tapmaq üçün Romul təqviminə baxaq. Romul eradan əvvəl 753-cü ildə öz dövlətini qurur, Roma dövlətini və təqvim yaradır. Onun təqviminə görə il mart ayından başlayırdı və təqvimdə cəmi 10 ay var idi. Qış ayları, yəni yanvar və fevral ayları təqvimə daxil deyildi. İlk ay mart ayı idi, ilin başlanğıcı idi. Mars tanrısının şərəfinə adlanmışdı. Mars müharibə və bahar tanrısı idi. Yəni bahar, yeni həyat başlanğıcı idi və hərbi yürüşlər üçün də çox ideal bir vaxt idi. İkinci ay aprel, Aprilis, yəni Afroditanın adı ilə adlandırılır, gözəllik ilahəsi idi. Üçüncü ay Maya, Mayus, yəni bu məhsuldarlıq tanrıçasının şərəfinə adlandırılmışdı. Dördüncü Yunona tanrıçasının şərəfinə adlandırılan İyun, bizim iyun indi adlandırdığımız aydır. Ondan sonra Quintilis, Sextilis, September, Oktyabr, November və Desember, yəni bunlar 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu kimi adlandırılmağa başlayır. Romuldan sonra hakimiyyətə Numa keçir, o imperator olur. O da təqvimdə islahat edir və təqvimə yanvar və fevral aylarını əlavə edir. Yanvar Janus tanrısının şərəfinə adlandırılır, fevral isə februar, yəni arınma ayının həmin ayda keçirildiyi üçün Februarius adlandırır. Hətta belə bir rəvayət də var. Numa 31-30 olaraq 365 günü olsun deyə ayları belə bölür. Amma belə olanda fevral ayına 29 gün düşür və fevral ayının 28 günə enməsi də Oktavian Avqustun adı ilə bağlıdır. Belə ki, Sezar özünün şərəfinə 5-ci ayı Yulian, yəni Julay, biz bugün iyul adlandırdığımız ada dəyişdirir. Ondan sonra hakimiyyətə gəlmiş Oktavian isə Avqust adını 6-cı aya dəyişdirdirir və o egoistik edərək deyir ki, əgər Sezarın şərəfinə adlandırılan ay 31 gündən ibarətdirsə, mənim şərəfimə adlanan ay 30 gün ola bilməz, ona görə də mənim ayım da 31 gün olmalıdır. Və belə olanda fevral ayından bir gün qısalır. Amma bu bir əfsanə idi, çünki Oktavian Avqust hakimiyyətə gələndə artıq fevral 28 gün idi və avqust ayı da 31 gündən ibarət idi. Bu təqvimə görə 4 ildən bir fevral ayı 29 gün elan olunur. İlin başlanğıcının yanvar ayına keçməsi yenə Roma təqviminə dayanır. Roma konsulları vəzifəyə 1 yanvardan başlayırdılar. Bu siyasi ilin başlanğıcı idi. Daha sonradan bu normaya keçir və təqvim ilinin də başlanğıcı yanvarın 1-i elan olunur. Amma əslində adına nəzər salsaq, mədəni olaraq bu çox doğru bir qərar idi. Çünki Yanusun şərəfinə adlanmışdı bu ay. Yanus tanrısı isə 2 başlı idi. Bir tərəfdən o keçmişi qapadır, digər tərəfdən isə yeniliyə qapı açırdı. Amma Yulian təqvimində boşluq var idi. Çünki yerin günəşin ətrafında dövr etmə zamanı ilə təqvimdəki günlərin üst-üstə gəldikdə orada müəyyən dəqiqələrdə boşluqlar var idi və bu uzun bir zamanda müəyyən günlərin itməsinə səbəb olurdu. 16-cı əsrdə yaşamış, bayaq da dediyim kimi 13-cü Qriqori Roma papası idi. O islahat keçirdir və ildən 10 gün silinir. Yəni ildəki bu boşluq olmasın deyə.
Və ondan sonra bu gün də dünyanın bir çox dövlətləri Qriqoryan təqvimindən istifadə edir. Biz də həmin təqvimdən istifadə edirik. Bir də maraqlı bir məqam var ki, məsələn Rusiya ərazisində Lenin 1918-ci ildə qərar verir ki, Yulian təqvimindən artıq imtina olunsun və Qriqoryan təqviminə keçid olunsun və bu keçid zamanı 31 yanvardan sonra birdən-birə 14 fevral gəlir. Yəni yeni il 14 fevraldan açılır. Buradan təqvimdən 13 gün silinir. Amma maraqlı məqam odur ki, Pravoslav kilsəsi köhnə təqvimdə qalır, Yulian təqvimində. Belə olanda növbəti yeni il gəlir və yəni kilsə bayramları, yəni yeni il, Milad bayramı köhnə təqvimlə hesablanmağa davam edir. Və nəticədə yeni il 1 yanvar Yulian təqvimi ilə yeni il elan olunur, amma 14 yanvar Qriqoryan təqvimi ilə ilin ilk günü olur. Yəni burdan da rusların qeyd etdiyi köhnə yeni ilin tarixçəsi aydın olur. Başda dediyimiz o sual ki var idi, fevral ayı niyə qısadır? Məncə bu izahdan sonra daha aydın oldu. Tək fevral ayının qısa olması deyil, tarixdə özümüz də bilmədən bəzi məqamları niyə belə qeyd etdiyimizin cavabını bu podkastla tapa bildik.